Bugün qəhrəman şəhidimiz Rəvan Əliyevin doğum günüdür. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşullarının əskəri olan Rəvan Yusifoğlu Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. 2019-cu ilin iyulunda müddətli həqiqi hərbi xidmətə yollanıb və sərhəd qoşunları tərkibində xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il 23 oktyabr tarixində bu istiqamətdə qəhrəmancasına şəhid olub. Şəhid Rəvan Əliyevin uşaqlığı Qubada keçib. O, Quba şəhərindəki 3 saylı tam orta məktəbdə təhsil alıb. Şeirə, musiqiyə və xüsusilə tar alətinə böyük maraq göstərib. Futbol olan sevgisi ilə də seçilib. Ən böyük arzularından biri isə Barselonaya gedərək Lionel Messi'nin oyununu canlı izləmək olub. Qəhrəmanımızın şəhid olduğu gün qolunda olan saat bugün də işləyir və ailə tərəfindən evdə yaradılan xatirə otağında ən qiymətli əşya kimi qorunur. Rəvan şəhid olandan sonra, bir neçə aydan sonra Rəvanın giziri bizimlə əlaqə saxladı və dedi ki, Rəvana aid olan saatı və hərbi forması məndədir və onu sizə çatdırmaq istəyirəm. Həmin saat Rəvan şəhid olanda qolundaydı və o saat indiyə qədər artıq 6 ildir o saat işləyir və dayanmadan, yəni o saat işləyir. Rəvanın formasının da cibində Rəvanın mənim şeiri yazırdı. Mən dedim bəlkə bloknotda nəsə olar, o şeirlərdən biri gəlib mənə çatar, amma yalnız Rəvanın cibində Kofe'nin kağızı var idi. Kofe çox sevirdi və onu mən çox belə qoruyub saxlayıram. Ümumiyyətlə Rəvandan gələn bütün əşyaları, nə bilim, bəlkə mənə milyonları versələr, mən onları dəyişmərəm. Təbii ki. Mənə çox dəyərlidir və qiyməti olmayan əşyalardır. Rəvan Əliyevin adı bugün müxtəlif yerlərdə əbədiləşdirilib. Zəngilandakı zirvələrdən biri onun adını daşıyır. Qubada küçəyə onun adı verilib. Həmçinin xatirəsinə bulaq inşa olunub. Rəvan ölümündən sonra dövlət tərəfindən 3 döyüş medalı ilə təltif edilib. Prezidentimiz tərəfindən Rəvanım 3 medala layiq görülüb. Deməli, vətən uğrunda Zəngilanın azad olmasına görə və igidliyə görə medal sayla verilir və hər əskərə verilmir. 4-cü medal isə Elçin Quliyev tərəfindən şəxsən verilib bizim ailəmizə. Bu DSX-dan gələn medaldır. Hər zaman biz prezidentimiz tərəfindən və şəxsən Elçin Quliyev tərəfindən çox böyük qayğı və diqqət görürük. Rəvan Əliyev yaşasaydı 25 yaşı tamam olacaqdı. Şəhid anası üçün ən böyük təsəlli oğlunun vətən uğrunda şəhid olmasıdır. Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim Media, Şimal Bürosu.